Bu videomuzda Səfəvilər dövlətinin qurulmasına gedən yola işıq tutacağıq. Azərbaycan tarixində önəmli yer tutmuş olan bu dövlət necə oldu ki meydana çıxdı və bu yolda nələr baş verdi? Bu suala cavab tapa bilmək üçün sizi Səfəvilər haqqında hazırlamış olduğumuz ilk videoya baxmağa dəvət edirik. 1487-ci il. Ağqoyunlular dövləti zəifləmiş, ardı-arası kəsilməyən taxtac mübarizələri ölkəni gücdən salmışdı. Bu dövrdən etibarən dövlət çöküş mərhələsinə qədəm qoydu. Mərkəzi hakimiyyətin zəifləməsi və dövlətin əsas zərbə gücünü təşkil edən türkmən bəylərinin müstəqilliklərinin artması nəticəsində böyük orduların toplanması da artıq çətin idi. Bu dövrdə Ağqoyunlularla yanaşı bölgədə söz sahibi olan Osmanlılar, Məmlüklər və Teymurilər dövlətində də vəziyyət heç də ürəkaçan deyildi. Daxili çəkişmələr və qarışıqlıqlar nəticəsində bölgədə siyasi boşluq meydana gəlmişdi. Ağqoyunlular dövlətinin sultanı olan Yaqub daxili çəkişmələri yatıraraq mərkəzi hakimiyyətini möhkəmləndirməyə və mövqelərini gücləndirməkdə olan Səfəvilərin əslini ortadan qaldırmağa çalışırdı. Osmanlı sultanı II. Bəyazid isə qardaşı Cem sultanla girişmiş olduğu hakimiyyət mübarizəsindən hələ yenicə qalib ayrılmışdı. Atası Fatih Sultan Mehmeddən fərqli olaraq daha sakit və poetik xarakteri səbəbindən onun hakimiyyəti illərində Osmanlılar geniş miqyaslı hərbi əməliyyatlar aparmamışdı. Teymurilər dövlətinin sultanı olan Hüseyin Bayqaranın hakimiyyəti illərində də dövlət artıq çöküş dövründə idi. Ölkə xüsusilə də özbəklərin təzyiqi nəticəsində zəifləmiş və dağılma nöqtəsinə çatmışdı. Misirdə isə Məmlük sultanı Qayıt bəy hakimiyyətdə idi və bu dövrdə Məmlüklər bölgədə aktiv rol oynaya bilmədilər. Bölgədə güc boşluğunun yarandığı belə bir zamanda Azərbaycanın Ərdəbil şəhərində yeni bir qüvvə yüksəlirdi. 1487-ci ildə bu şəhərdə Səfəviyyə başçısı Şeyx Heydərin ailəsində İsmail adlı körpə dünyaya göz açdı. Şeyxin müridləri tərəfindən sevinclə qarşılanan bu körpənin uşaqlıq illəri olduqca gərgin keçdi. Şeyx Cüneydin oğlu olan Şeyx Heydər atasının öldürülməsindən sonra Uzun Həsənin dəstəyi ilə yenidən Ərdəbilə geri qayıda bilmişdi. Elə onun vaxtından etibarən Səfəviyyə müridlərinə qızılbaş deyilməyə başlandı. Türkmən bəylərinin sürətlə qızılbaşlıq ətrafında birləşməsi və Şeyx Heydərin qüvvələrinin artması Ağqoyunlu sultanı Yaqubu narahat etməyə bilməzdi. Qüvvələrini daha da artıran Şeyx Heydər Şirvan və Dağıstan üzərinə qəza yürüşlərinə başladı. Bu yürüşlərdən ən böyüyü 1488-ci ildə yaşandı. Şeyx Heydər qüvvələri ilə Şirvanşahlar üzərinə hücuma keçdi. Şamaxını ələ keçirdi və Dərbəndi mühasirəyə aldı. Qızılbaşlar önündə dayana bilməyən Şirvanşah Fərrux Yasər Gürcüstan qalasına sığındı və kömək üçün Sultan Yaquba müraciət etdi. Şirvanda vəziyyətin gərginləşdiyini və bundan sonra qızılbaşların daha da qüvvələrini artıra biləcəyindən çəkinən Sultan Yaqub Süleyman bəy Bicanoğlunun rəhbərliyində Şirvana kömək yolladı. Özünə doğru yollanan ordunun yaxınlaşma xəbərini alan Şeyx Heydər Dərbənd mühasirəsini dayandıraraq Ağqoyunluları qarşılamaq üçün yola çıxdı. Samur çayı yaxınlığında baş tutan döyüş nəticəsində Şeyx Heydər məğlub oldu və öldürüldü. Döyüş nəticəsində qızılbaş qüvvələrinin böyük hissəsi də qılıncdan keçirildi. Bu gündən etibarən qızılbaşlar üçün çətin dövrlər başladı. Şeyx Heydərin oğullarının həyatı təhlükə altına düşdü. Sultan Yaqubun əmri ilə anaları Aləmşah bəyimlə birlikdə Şeyx Sultan Əli, İbrahim və İsmail Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu. İstəxr qalasındakı həbs 4 il yarım çəkdi. Bu müddətdə Ağqoyunlu sultanı Yaqub gözlənilmədən 1491-ci ildə müəmmalı şəkildə öldü. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu taxtı sarsıldı və dövlətin süqutuna qədər hakimiyyət uğrunda qanlı mübarizələr səngimək bilmədi. Uzun Həsənin soyundan gələn şəhzadələr arasında gedən qanlı döyüşlər nəticəsində ölkənin hərbi gücü kökündən sarsıldı. Şeyx Heydərin 1488-ci ildəki ölümündən sonra həbsdə olmasına baxmayaraq şeyxlik məqamı onun böyük oğlu Sultan Əliyə keçdi. Qızılbaşlar məğlubiyyətə baxmayaraq gənc şeyxlərin ətrafında yenidən dirçəlməyi gözləyirdi. Hakimiyyət uğrunda gedən mübarizədə rəqibi Baysunqura qarşı özünə dəstək axtarmaq istəyən Rüstəm Mirzə qızılbaşların gücündən yararlanmaq istəyirdi. 1493-cü ildə Aləmşah bəyin və oğullarını həbsdən azad edərək Ərdəbilə geri dönmələrinə icazə verdi. Rüstəm Mirzə Ərdəbilə geri dönən Şeyx Sultan Əlini ətrafına toplanan qızılbaşlarla birlikdə Təbrizə dəvət etdi. Ondan Baysunqura qarşı birlikdə mübarizə aparmasını istəyən Rüstəm Mirzə qızılbaşların dəstəyini əldə etməyi bacardı. Kürsay sahilində baş tutan döyüş nəticəsində Baysunqur öldürüldü. Ərdəbilə qəhrəman kimi geri dönən Şeyx Sultan Əli və qızılbaşlarını insanlar coşqu ilə qarşıladı və türkmənlər axın-axın onun yanına gəlməyə başladı. Bu vəziyyət qarşısında sultan olan Rüstəm narahatlıq yaşadı və qardaşları Təbrizə dəvət edərək oradan ayrılmamalarını təmin etdi.
Rüstəm Mirzənin qardaşları aradan götürmək istəyi Şeyx Sultan Əliyə məlum olduğu zaman başındakı şeyxlik sarığını qardaşı İsmailin başına qoydu. İsmaili gizlicə Ərdəbilə yola saldıqdan sonra ətrafına toplanan qızılbaşları ilə birlikdə özü də Ərdəbilə doğru irəliləməyə başladı. Ərdəbil yaxınlığında olarkən ardınca gələn nüfuzlu Ağqoyunlulardan olan Əbih Sultanın ordusu ona çatdı. 1494-cü ildə baş verən və şəməsi döyüşü olaraq tarixə düşən bu vuruşma nəticəsində qızılbaşlar inadla mübarizə aparsalar belə məğlub oldular. Sultan Əli döyüşdə öldürüldü və ətrafındakı qızılbaşların böyük hissəsi də qılıncdan keçirildi. Şeyx olan İsmail 6 yaşında olmasına baxmayaraq qızılbaş müridləri ona bağlandı. Sultan Rüstəm Şeyx İsmailin tapılması və öldürülməsini əmr etdi. Bundan sonra İsmailin gizlədilməsi dövrü başladı. Əvvəlcə Ərdəbildə gizlədilsə də bura təhlükəli olduğu üçün qızılbaş müridləri tərəfindən gizlicə Gilana qaçırıldı. Daha sonra Lahıcan hakimi Kərkiyə Mirzəlinin dəvəti ilə qızılbaşlar onu Lahıcana gətirdilər. Şeyx İsmail Lahıcanda 6 il qaldı. Burada Kərkiyə Mirzəlinin rəhbərliyində yaxşı təhsil aldı. Eyni zamanda nüfuzlu qızılbaş bəyləri onu bir döyüşçü kimi yetişdirdilər. Ağqoyunlu taxtının bir daha sarsılması və bölgədə özbaşınalığın artması nəticəsində İsmailin artıq ortaya çıxmasının vaxtı çatmışdı. 1497-ci ildə qızılbaş bəyləri ilə birlikdə Lahıcandan ayrılaraq yola çıxan İsmaili şeyxlikdən şahlığa doğru bir yol gözləyirdi. Bəs bu mübarizə nə ilə başa çatacaqdı? Növbəti videomuzda Şeyx İsmailin şah olmaq uğrunda keçdiyi yola nəzər salacağıq. Tezliklə onun Ərzincan yürüşü, Şirvanşahları necə məğlub etməsi və Təbrizə daxil olaraq özünü şah elan etməsi yolunda başına gələnləri də bilmiş olacağıq. Videolarımızın davamının gəlməsini istəyirsinizsə kanalımıza abunə ola və paylaşaraq bizə dəstək göstərə bilərsiniz. Hər an tarix olacaq. Görüşənədək.